Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möhtərəm möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Əbu Abdullah Hüseyn əleyhissalam boynumuzda böyük bir haqq qoyub və bizim də vəzifəmiz budur ki, Əbu Abdullah Hüseyn əleyhissalamın qarşısında özümüzü borclu bilək və o həzrətin amallarının unudulmasına, o həzrətin amallarının, hədəflərinin aradan getməməsinə xidmət eləyək. Bu xidmətin çoxlu yolları var, ən kiçik əzadarlıqdır. Hər kim istəyir ki, Əbu Abdullah Hüseyn əleyhissalamın amalları, hədəfləri aradan getməsin, ən azı budur ki, əzadar olmalıdır. Çünki 1400 il bu şüarların gəlib günümüzə çatmasında əzadarlıqların müstəsna rolu var. Yəni, əzadarlıq danılmaz bir xidməti olub bu maarifin yaşamasında. Və ona görə də, əzizlərim, heç təsadüfi deyil ki, tarix boyu İmam Hüseyn əleyhissalamın hədəflərinin aradan getməsi üçün çalışan insanlar ilk növbədə əzadarlıqlarla mübarizə aparıblar. Tarix boyu. Əməvilər, tarix boyu Əbbasilər, ondan sonraki dönəmdə mütəvəkkil İmam Hüseyn əleyhissalamın 4 dəfə hərəmin dağıtdırdı. İstədi ki, bu adı tarixdən silsinlər, lakin bacarmadılar. Əzizlərim, heç kim də bacarmayacaq. Bu mütləqdir. Lakin sənin, mənim boynuma düşən vəzifə nədən ibarətdir? Həmin mübarizədə ki, haqq və batilin mübarizəsi davam edir, haqla batilin mübarizəsi Habillə Qabildən başlayıb. Bütün peyğəmbərlər zülmün müqabilində durub, zülmə qarşı mübarizə, haqsızlığa qarşı mübarizə aparıblar. Və bunların hamısının cəm şəkildə, mükəmməl şəkildə icraçısı Əbu Abdullah Hüseyn əleyhissalam olub və bu tarix qiyamətə qədər də davam edəcək. Bizim vəzifəmiz nədən ibarət olacaq? Biz də bu karvanda ya Əbu Abdullah Hüseyn əleyhissalamın amallarını qoruyanların tərəfində durmalıyıq və yaxud da əks tərəfdə durmalıyıq. Ondan mübarizə aparanların müqabilində durmalıyıq. Üçüncü tərəf yoxdur, əzizlərim. Bu mübarizədə üçüncü tərəf yoxdur. Kərbəlada 72 nəfərlə 30 min deyil idi. Kərbəlada 72 nəfərlə bütün susqun cəmiyyəti idi. Hər kim ki, o günləri Əbu Abdullah Hüseyn əleyhissalama kömək eləmədi, o elə 30 minlik qoşuna qoşulanların zərcəsindədir. İndi ola bilər qiyamət hesab kitabında İmam Hüseynin başını kəsən Şimir qədər, Əli Əsqərə ox atan Hərmələ qədər bəlkə cinayəti böyük olmayacaq. Amma əmin olaq ki, o 30 minlik qoşunun zərcəsində gələcək. O insanlar ki, susqun qalmışdılar. Ona görə də biz bu əzadarlıqları həyatımızın bir hissəsi, tariximizin, mədəniyyətimizin bir hissəsi olaraq qorumalıyıq, yaşatmalıyıq və gələcək nəsillərə də çatdırmalıyıq. Əzadarların barəsində çoxlu hədislərimiz var bizim. Bəzi hədislər var, əzadarlara Allah 1000 həccin qəbul olunmuş həccin savabını verər. Bəzi hədislərdə var, 1000 şəhidin savabını verər. Lakin əzadarlar mərtəbələrə bölünür. Hamısının dərəcəsi eyni deyil. Və o hədislərdə deyilmiş məqamlar bütün əzadarlara da aid deyil. Mən demirəm ki, birinci pillədə olan əzadara bir şey verməyəcəklər, ona da bir şey verəcəklər. Amma o savablar, o mükafatlar ki, Allah vəd verib, o daha mükəmməl əzadarlar üçün təyin olunub. Ən azı 4 dənə mərhələsi ki var. Mən yadımdadır, illər öncə bunun barəsində danışmışdıq. Bir əzadarlar budur ki, heç dinindən asılı olmayaraq, heç İmam Hüseyn əleyhissalamı imamətini də qəbul eləmir, heç bəlkə müsəlman da deyil, sadəcə elə bu hadisəni eşidir, qəlbində o da məyus olur. Narahat olur ki, vicdanı var da insanın. Dində də olmasa, amma vicdanı oyaqdır. Deyir ki, bu böyük bir cinayətdir də.
ən azından müsəlman olub bunu müdafiə edəndən yaxşıdır. Adım müsəlman qoyub Yezidi müdafiə edəndən o dinsiz ki, deyir ki, bu tarixdə çox böyük bir faciədir. Bunu deyən insanın da mütləq mükafatı var. Tarixdə danışırlar, böyük mərzi təqlidlərdən biri danışırdı. Mən öz dilindən eşitmişdim onu ki, tarixdə belə bir hadisə olub. Bir zamanlar Nəcəfül Əşrəfə gedən yol bir çayın, Fəratın üzərindən keçirmiş, bir körpünün üzərindən keçirmiş. O körpünün yanında bir Əhl-i-Beyt düşməni var idi. Nasibi idi. Bağı var idi həmin körpünün yanında. Oturardı o körpünün üstündə, gəlib gedən zəvvarları incidərdi. Onlara nalayiq sözlər deyərdi, narahat eləyərdi. Bir zəvvar var idi, hər il gedirdi, onu incidəndə, o da narahat olurdu, amma dinmirdi. Bir ildə keçəndə ki, buna bəzi sözlər, bəzi töhmətlər vurdu. Töhmətlər bu gün də var. Əzadarlara girib, elə şərhlər yazır bəziləri ki, yaxşı da sən əzadar olma. Sən Əbu Abdullah Hüseyn əleyhissalamı əzad saxlama. Amma o əzadarlığı yaşadanlarla da şunu olmasın. Haqqın yoxdur əslində. Həmin şəxs gördü ki, buna neçə söz dedi, narahat olmadı. Həmin o nasibi Həzrət Əli əleyhissalama da tohin elədi. Bu şəxs çox narahat oldu. Gəldi, yetişdi Həzrət Əli əleyhissalamın hərəminə, çox ağladı. Dedi, Əmir-el-Müminin, illərdir mənə söz deyirdi, mən dözürdüm, səbr eləyirdim, amma artıq sənə deyir, mən dözə bilmirəm. Səndən istəyirəm, səndən tələb eləyirəm ki, ona cəza verilsin. Onun bəlasını verilsin. Ağladı bu halı ilə, deyir, yatdı. Yatdı, yuxuda Həzrət Əmir əleyhissalamı gördü. Həzrət Əmir əleyhissalam dedi ki, narahat olma. Biz bunların hamısından xəbərdarıq. Lakin mən sənə bir söz deyim, o adamın boynumuzda haqqı var. Biz ona dünyada cəza verə bilmərik. Dünyada bizim ondan işimiz yoxdur. Onun axirət hesab kitabı var, amma dünyada ona biz bir şey eləməyəcəyik. Dedi, ağa, elə bir adamın sizin boynumuzda nə haqqı ola bilər? Dedi, o bir dəfə Fəratın üstündə oturmuşdu. Ayaqlarını sallamışdı, Fəratın suyuna baxırdı. Fərat da çox böyük bir çaydır, dünyanın ən bol sulu çaylarındandır. Baxdı, ürəyindən keçirdi, dedi, Yezid, Allah sənə lənət eləsin, bu qədər suyu var. Bundan bir içim Əli Əsqərə versəydin, nə olacaqdı? Dünya dağılmazdı ki, sən nə qədər mənfur adamsan, Yezid, Allah sənə lənət eləsin. Bir dəfə qəlbindən keçirdi, Həzrət Əli əleyhissalam deyir, boynumuzda haqq qoyub. İndi gör, sən Əhl-i-Beytin boynuna haqq qoymuş olursan, bu əzadarlıqlarda iştirak etməklə. Və eyni zamanda günümüzdə də Əhl-i-Beytə dil uzadanlar, Əhl-i-Beytə artıq sözlər deyənlər, onlar dünya cəzası ilə da, dünya rüsvayçılıqları ilə də rastlaşacaqlar və rastlaşırlar da və axirət cəzaları da qaçılmazdır. İkinci bir mərhələ var ki, ola bilər ki, o da heç müsəlman olmasın, amma öz əməli ilə gəlsin, özünə əzadarları oxşatsın. Var bu cür insanlar tarixdə, vaxtımızda məhduddur, mən nümunələrini çəkim. Heç xristiyan da görürsən, məsələn, Almaniyada yaşayır, amma Əbu Abdullah Hüseyn əleyhissalam üçün nəzr edir, məclis təşkil edir. Bunun da bir dərəcəsi var. Bəzi insanlar var, müsəlmandır və İmam Hüseyn əleyhissalamın imamətini də qəbul eləyir və eyni zamanda özünə əzadarlara da qatır. Gəlir, məclislərdə iştirak edir, qara köynək giyinir, öz hacətlərini Əbu Abdullah Hüseyn əleyhissalamdan istəyir. Adətən bizim əzadarlarımızın böyük əksəriyyəti bu qəbildəndir. Amma o dördüncü mərhələ ki var, onlara mükafat, bu sayılan mükafatlar veriləcək. Onlar o əzadarlardır ki, onlar özlərini Əbu Abdullah Hüseyn əleyhissalama oxşatmağa çalışır. Hədəflərində, məqsədlərində, yollarında, zülmə qarşı mübarizədə, rəftarında, cəmiyyətlə rəftarda, ailədə rəftarında, qonşuları ilə rəftarda, insanlarla rəftarda özünü İmam Hüseyn əleyhissalama oxşadır. Bu əzadarlıq o mükafatları qəbul edə biləcək əzadarlardır. Ona görə bizim məqsədimiz bu olmalıdır ki, bu əzadarlıqlarda özümüzə Əbu Abdullah Hüseyn əleyhissalama oxşadaq. Onlar Əhl-i-Beyt, Peyğəmbər bizim üçün nümunədir. Onlar həyatda necə yaşayırdılarsa, biz də o cür yaşamağı bu günlərdə özümüzə söz verək.
bu günlərdə özümüzə söz verək və çalışaq, mübarizə aparaq öz nəfsimizlə ki, özümüzü islah edə bilək bugünkü günlərdə. O zaman biz həqiqi əzadar ola bilərik və İmam Hüseyn əleyhissalamın missiyalarını, hədəflərini dünyada yaşadanlardan ola bilərik ki, bunun da böyük bir mükafatı var. Və bugün Mühərrəm ayının Aşuraya qalan sonuncu cüməsidir. İslam tarixində daim bugünkü günü Aşuradan öncəki cüməni Əliəsğər ağaya həsr olunmuş bir cümədir. Əliəsğər ağanın müsibət günüdür. Həzrət Əliəsğər ağa 6 aylıq İmam Hüseyn əleyhissalamın qurbanı idi və sonuncu qurbanı idi. Və İmam Hüseyn əleyhissalamın sonuncu ümidi idi. Və İmam Hüseyn əleyhissalamın qiyamının möhrü idi Əliəsğər ağanın qanı. Bugün hər hansı nahaq bir insan əgər istəsə ki, yalandan iftira atan İmam Hüseyn əleyhissalama deyə ki, o vəzifə uğrunda mübarizəyə qalxmışdı. İmam Hüseyn əleyhissalam Əliəsğər ağanı gətirməklə, Əliəsğər ağanın şəhadəti ilə dünyaya sübut elədi ki, heç kim dünya üçün, heç kim vəzifə üçün 6 aylıq balasını sipər eləməz. Bu qan elə bir qandır ki, o qan qələbə çaldı. Əliəsğər ağanın qanı Kərbəlada Yezidin milyonluq qoşuna qələbə çaldı. Yezidin o böyük taxtı tacını məhv elədi. Yezidin sütunlarını məhv elədi 6 aylıq Əliəsğər ağanın qanı. Ki, rəvayətlərdə də var. İmam Hüseyn əleyhissalam o qanı doldurdu ovucuna, atdı səmaya, deyir, bir damlası yerə düşmədi, mənası bu idi ki, ya Abdullah, biz sənin bu qurbanlığı qəbul elədik. Və hətta tarixdə var, Əbu Abdullah Hüseyn əleyhissalam həmin qanı çəkdi o ağ saqqalına. Dedi, Allah, qiyamətdə mən bu qanla gələcəyəm, Əliəsğərin qanını səndən tələb eləyəcəm ki, onun qatillərinə qiyamətdə şiddətli əzab verilsin. Allah'ın verək izzət cəlalına, Allah mütəal Həzrət Əliəsğər ağanın ehtiramına, o qanın ehtiramına tamam İslam ümmətinə izzət bəxş eləsin inşallah.